Hər vaxtınız xeyir, dəyərli izləyicilər. Kanalıma xoş gəlmisiniz. Bugün hazırlayacağım salat həm gözəl rəngli, həm faydalı, həm də zəngin bir dad bombasıdır. Əvvəlcə yarım baş kələmi incə və uzun şəkildə doğrayırıq. Nə qədər nazik doğranarsa, o qədər ləzzətli olar. Kələmi böyük qabımıza əlavə edirik. 2 ədəd kökü rəndənin iri gözündən keçiririk. Kökün şirinliyi salata xüsusi bir yumşaqlıq qatacaq. Göyərtiləri də xırda-xırda doğrayırıq. Təzə göy soğan və cəfərini doğrayıb tərəvəzlərin üzərinə əlavə edirik. Salata kəskinlik qatmaq üçün 1 ədəd limonun suyunu sıxırıq, ardınca 2 xörək qaşığı sirkə və 2 xörək qaşığı zeytun yağı əlavə edirik. Ən sonda isə zövqünüzə görə duz əlavə edirik. Bütün ərzaqları yaxşıca qarışdırırıq. İndi ən vacib mərhələ. Salatın dadlarının bir-birinə hopması üçün onu biraz gözlədirik. Bu, kələmin turşuluğu qəbul edib yumşalmasına kömək edir. Biraz gözlədikdən sonra isə salatımız artıq servisə hazırdır. Hər kəsə nuş olsun. Resepti bəyəndinizsə, videomu bəyənməyi və kanalıma abunə olmağı unutmayın. Növbəti dadlı reseptlərdə görüşürüz.